Salam, hər vaxtınız xeyir olsun, hörmətli Əmlak TV izləyiciləri. Bugün Biləcəri qəsəbəsində Avtovağzal metrosundan 150 metr məsafədə yerləşən 8 mərtəbəli binanın 3-cü mərtəbəsində eksperimental layihəli bir evimiz satışa çıxıb. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurub baxa bilərsiniz. Demək, bura giriş qapısıdır, mənzilin giriş qapısıdır. 3-cü mərtəbədə yerləşir, daş binadır. Dövlətin istilik sistemi var. Wi-Fi, telefon fəaliyyət göstərir. Gördüyünüz kimi dəhliz hissəsidir bura. Dəhlizdən keçirik sol tərəfdə yerləşən mətbəxə baxış keçirdirik. Buyurun, baxın. Bura evin mətbəxidir. Çox gözəl panoraması var, yəni mənzərəsi var. Buradan keçirik mətbəxdən və qonaq otağından da eyvana giriş var. Bura qonaq otağının qapısıdır. Gördüyünüz kimi eyvana giriş var. Eyvan plastik pəncərə ilə üzlənib. Gördüyünüz kimi Sumqayıt yolu buradan görünür. Gördüyünüz kimi marşrutdan hardasa 15-20 metr məsafədə yerləşir. Çox gözəl panoraması var. Eyvan da bağlıdır. Bina daş binadır. Onu da deyim sizə, biləsiniz. Çıxırıq buradan eyvandan çıxırıq yenidən mətbəxə. Daxil oluruq dəhlizə. Dəhlizdə sanitar qovşaqlar ayrı-ayrıdır. Bura sanitar qovşaqdır gördüyünüz kimi. Təmirə yüngülvarı ehtiyacı var. Və sanitar qovşaqdan keçirik hamam hissəsinə. Buradan da hamam tam təmirlidir gördüyünüz kimi. Və dəhlizdən giriş qapısı ilə üzbəüz qonaq otağına daxil oluruq. Qonaq otağı gördüyünüz kimi səliqəlidir. Ölçüsü hardasa 30 kvadrata yaxın olar. Və buradan eyvana giriş var. Bu qapı hissəsidir. Qabağına stol qoyublar, oturacaq qoyublar. Qonaq otağından daxil oluruq. Uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Bu yataq otağından da eyvana bu hissədən gördüyünüz kimi bu eyvandır və buradan giriş var. Qapı qoyulub. Çıxırıq yenidən qonaq otağına və daxil oluruq yenidən dəhlizə. Və dəhlizdən daxil oluruq yataq otaqlarının birinə. Bu yataq otağından da eyvana giriş var. Yəni evin, mənzilin hər iki tərəfə eyvanı var. Buradan eyvana baxış keçirilir. Buyurun, baxın. Çox uzun eyvanı var. Hardasa 7 metr yarım uzunluğunda eyvandır. Buradan şəhərin avtovağzalının üstündəki binalar da görünür. Marşrut da bu hissədən keçir, bu evin qarşısından keçir. Hardasa bir 10-15 marşrut keçir evin yaxınlığından. Yəni şəhərlə arası bir dayanacaq məsafəsi var. Bura uşaqlar üçün nəzərdə tutulmuş otaqdır. Yəni bir daha təkrar edirəm, təmirə ehtiyacı var biraz. Və daxil oluruq böyüklər üçün nəzərdə tutulmuş otağa. Bunu göstərim sizə deyəsən və eyvandan çıxdığımız otaq uşaqlar üçün nəzərdə tutulmuş otaqdır. Bir sözlə mənzil 4 otaqdan ibarətdir. Eksperimental layihəli mənzildir. Mərtəbəsi də 8 mərtəbənin 3-cü mərtəbəsi daş binadır. Bu evin, bu mənzilin ilkin qiyməti 166.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.